Qubada məktəbli vəfat edib. Quba şəhəri 6 nömrəli tam orta ümumi məktəbinin 9-cu sinif şagirdi olan qız dünyasını dəyişib. Məktəbdən bildirilib ki, o uzun sürən xəstəlikdən sonra dünən axşam saatlarında həyatını itirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahid qızına ağır itki yüz verib. Onun anası dünən vəfat edib. Vəsilə Vahid qızı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Anam müharibə görmüşdü. Əsgərlər anası olmuşdu. Həmişə qorxurdu. Hər zaman narahat idi. Onun pəncərədən baxıb övladlarını gözləməsini 1000 dəfə görmüşdü. Bir neçə saatdır biz pəncərədən ona apardıqları yola baxırıq. Əbədiyyətə gedən yola. Ana hansı yaşda olur olsun, onu itirmək çox ağır imiş. Ötən gün Yasamal rayonu kənar dairəvi yolda baş vermiş ağır qəzada həyatını itirən şəxsin kimliyi məlum olub. Qafqazinfonun əldə etdiyi məlumata görə Vüqar Məmmədovun idarə etdiyi Toyota markalı avtomobilin KAMAZ-a çırpılması nəticəsində həlak olan şəxs 1974-cü il təvəllüdlü Beyləqan rayon sakini İlhamə Kamranovadır. O, Beyləqan şəhəri Mehdi Mehdizadə adına 3 nömrəli tam orta ümumi təhsil məktəbində müəllim işləyirmiş. Təhsil müəssisəsindən saytımıza bildirilib ki, dünən İlhamə Kamranovanın məktəbdə dərsi olmayıb. Qeyd edək ki, hadisə nəticəsində sürücü və daha 2 qadın sərnişini xəsarət alıb.